Bir dəfə həqiqəti qəbul edən bir qardaş Sionun qoxusunu paylaşdı. Əvvəlcə o, üzvlərin küçədə Allahın sözlərini təbliğ etdiklərini eşitdi. Allah ana, Pasxa və yeni əhdin həqiqətləri haqqında bütün həqiqət sözlərini eşidən onun ürəyi yavaş-yavaş dəyişdi. Sonda Allah onun Siona qayıtması üçün şəraiti yaratdı. Ona görə də inanmalıyıq ki, Allah hər bir işimizdə bizi yönəldəcək və aparacaq. Belə bir inamla hər şeyi həyata keçirməliyik. Müqəddəs kitabın 66 kitabı vasitəsilə Allah bizə saysız möcüzələr göstərdi. Biz onları möcüzə adlandırırıq, lakin müqəddəs kitab vasitəsilə Allah bizə imanımız olduqda hər şeyi edə biləcəyimizi göstərir. İki kor adam haqqında isə onların gözlərini aça biləcəyinə inanırlarmı deyə soruşdu. Cavab verdilər, bəli, ya Rəbb. Sonra o dedi, imanınıza görə sizə olsun. Əgər şübhələnsələr və ya təəccüblənsələr, o insandır. O, həqiqətən bunu edə bilərmi, deyə düşünsələr, bu cür iş heç vaxt baş verməzdi. Müasir elmdə bu bir fantaziyadır. Bu, yalnız bizim təxəyyülümüzlə həyata keçirilə bilər. Bu nə vaxtsa baş verəcəkmi, deyə şübhə ilə yanaşan çox insan ola bilər. Halbuki iman aləmində hər gün saysız möcüzələr baş verir. Allah dedi, imanınıza görə sizə olsun. Hər kəs qalan hər şeyi yaxşı xatırlamalıyıq, lakin bunu xüsusilə yadda saxlamalıyıq. Hansı iman yolunda getməyimizdən asılı olmayaraq, istər təbliğ etsək, istərsə də dua etsək, hər şey imanımıza görə olacaq. Yaxşı imanla yaxşı nəticə olacaq həqiqətinə inanaraq iman yolunda addımlayaq. Gəlin Matta 9-cu fəsil 18-ci ayəni oxuyaq. Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və ona səcdə qılaraq dedi, qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan yaşayacaq. İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. Həmin vaxt 12 il qanaxma xəstəliyinə tutulan bir qadın İsa'nın arxasından gəlib onun paltarının ətəyinə toxundu. Çünki öz-özünə deyirdi, heç olmasa paltarına toxunsam sağalaram. İsa da dönüb onu görərək dedi, cəsarətli ol, qızım, imanın. Bu nə etdi? Səni xilas etdi. Qadın o saat sağaldı. Biz hər şeyi imanla görməliyik. İki korun da imanı var idi. Möcüzənin baş verib verməməsi önəmli deyil. Müqəddəs kitab vasitəsilə Allah öz övladlarını hər hansı bir iş görəndə iman sahibi olmaları üçün oyatmaq istəyir. İmanımız olanda şübhəsiz ki, imanımıza görə nəticələr olacaq. Allah yolu elə açdı ki, 12 il qanaxmaya məruz qalan qadın və iki kör kişi kimi imanlılar üçün hər şey mümkün olsun. Allahın sözlərinə itaat etmədiyimiz üçün cənnətdən qovulduğumuzdan bu yer üzündə Allahın sözlərinə tam iman etməli və səma padşahlığına qayıtmalıyıq. İcazə verin, bugünkü xütbəni yekunlaşdırım. Çox sağ olun.